Hər kəs salamı, adım Fəriddir. Bu günlərim 6-cı gündür. Yəni mərs təxminlərindən sizlərin qarşınızdayım. Bu günlərim 15 dənə mərs təxmini sizə təqdim edəcəm. Hansı mərs təxmini sizlərin ürəyinizə yatsa, sizin düşüncələrinizlə üst-üstə gəlsə, seçib öz kuponunuza qoya bilərsiniz. Yəni çox vaxtınızı almayacağam, tez bazar oyunları deyim. Premier Liqa ilə başlayaq. Birinci oyunumuz Evertonla Arsenal oynayır. Everton öz evində oynayır. Öz evində keçən oyun Liverpoola qonaqda 1-0 uduzdular derbidə. Yəni Liverpoolla Everton derbi oyunu olur. Bu oyunlarım Evertonla Arsenal öz evində oynayacaq. Arsenalı mən burada ən azı bir gol vuracağını gözləyirəm. Everton da öz evində olduğundan bir gol vuracağını gözləyirəm. Oyun hesabım təxmini 1-1, 2-1 Arsenal tərəfdəndir və ən ideal seçim burada mən Option oyun 1.500 seçmişəm. Option 1.500 əmsalı 1.37 əmsaldır. Bura qoyacağım, baxarsınız. Digər oyunumuz West Ham'dan Bournemouth oynayır. West Ham'a baxarıq ki, Premier Liqada son 6 oyunda alt gətirir. Yəni Premier Liqada 6 oyun alt gətirmək nə deməkdir? Yəni hara kimi alt gətirərsən, öz evində oynayırsan, sən keçən oyunda uduzdun Wolves-ə. Öz evində ən azı 1 gol vurmasını gözləyirəm və Bournemouthdan da ən azı 1 gol, 2 gol gözləyirəm. Bu oyunu məncə ən ideal seçimi 2.500-dür, 1.66 əmsaldır. Onu da bura qoyacağım, baxarsınız. Digər oyunumuz Aston Villa ilə Nottingham Forest oynayır. Hazırda lig sıralamasına baxırıq ki, Nottingham Forest 3-dədir. Aston Villa isə bu oyun mütləq şəkildə qələbə qazanmalıdır ki, ən azından Çempionlar Liqasına, Konferans Liqasına, Avropa Liqasına gediş eləyə bilsin. Nottingham Forestdən mən gol gözləyirəm. Çox qəşəng görünür. Keçən oyunda United 1-0 qələbə qazandılar. Aston Villa da keçən oyunda səhv etmirəmsə bəli qələbə qazanmışdı. Bu oyuna gol məncə ən ideal seçimdir. Golun əmsalı neçədir? 1.68 əmsalıdır. Bura qoyacağam, baxarsınız. Yəni hər liqdə sizə ən inandığım bir oyunu təqdim edeyim. Məsəl üçün bu liqdə ən inandığım oyun West Ham'dan Bournemouth oyunu 3.5 üstü. Keçək Almaniya liqasına. Almaniya liqasına gələk. Bochumla Stuttgart oynayır. Hazırda Bochum kümə düşmə aşamasındadır. Yəni 17-ci yerdədir. Ən azı qələbə qazanmalıdır ki, xal qazanmalıdır ki, yəni ən azı 16-cı yerdə olsa, Heidenheim'i keçsə, ikinci liqdən çıxmış klubdan play-off oynayıb, əsas liqdə qalsın. Stuttgartda çox yaxşı oynamır. Əvvəl yaxşı başlamışdı. Keçən il lap super oynayırdı. Bu il yaxşı başlamışdı, yəni davam edə bilmədi. Belə izah edeyim ki, Stuttgartın əmsalı çox açılıb qələbəsinə. Burada ən ideal seçim məncə hər iki klubda gol vuracaq. Gol düşünürəm. Qəşəngdir. Golun əmsalı superdir məncə. Amma bir tərəfli üst gələ bilər deyə o baxımdan. Çünki çox vaxt gol atırıq, gəlir 3 top bir tərəfli gəlir. Ona görə mən burada 2.500 atmışam. 1.48 əmsalı var. Bura qoyacağım, baxarsınız. Digər oyunumuz Freiburgdan Dortmund oynayır. Hər iki kluba qələbə lazımdır. Avropa Liqası, Konferans Liqasına getmək üçün və bir ümid Çempionlar Liqasına getmək üçün. Dortmund qonaqda oynadığından məncə gol yeyəcək. Dortmundda hücum xətti yaxşı olduğuna görə Freiburga məncə ən azı 1 gol vuracaq. Bu oyunda golu 1.51 əmsaldır. Məncə superdir. Bura qoyacağım, onda baxarsınız. Heidenheim ilə Leverkusen oynayır. Aralarında hazırda Bayer ilə 9 xal fərq var. Bayer dünənlərim qələbə qazandı. Leverkusen də bu gündən mütləq şəkildə qələbə qazanıb Bayeri izləməlidir. Əgər bu gün xal itirsə, yəni çempionluğu unutsun. Burada Leverkusen əmsalı, qələbə əmsalı 1.42-dir. Onu da bura qoyacağım, baxarsınız. Digər oyunumuz Leipzigdən Hoffenheim. Yəni Leipzigdən Hoffenheim deyəndə mənim ağlıma 2.500 gol gəlir. Çünki yəni bu klubun oyunlarına baxıram, görürəm ki, çox açıq oynayırlar. Açıq oynayanda gol da vururlar, gol da yeyirlər. Leipzigə də mütləq şəkildə qələbə qazanmalıdır. Ən az yenə dediyim kimi Avropa Liqası, Konferans Liqasına getmək üçün. Burada mən Leipzigdən tərəfəyəm. 2-1, 3-1 Leipzigin qələbəsini gözləyirəm. 2.500 məncə ən ideal seçimdir. 1.41 əmsalı var. Bura qoyacağım, baxarsınız. Son oyunumuz Werder ilə Frankfurt oynayır. Son oyunlar həmişə biraz təhlükəli olur. Çünki əvvəlki oyunların nəticələrinə görə də ola bilir. Bu oyuna gol atmışam. 1.43 əmsalı var. Bura qoyacağım, baxarsınız. Sonraki oyunumuz gələk buradan İspaniyaya. Gələk bir dəqiqə. İspaniyada bu günlərim bir dənə oyun seçmişəm. Real'la Valencia'nın oyunu. Bu oyun yəni üstə gedə biləcək oyundur. Real Amban Barsanı izləyir. Aralarında 3 xal fərq var. Barsanın xal itirməyini gözləyir ki, Barsa ilə xalı bərabərləşdirsin. Bu gün həm də Barsa biraz çətin rəqibdən oynayır. Real Betisdən xal itirə bilər məncə. Real Betis pis oynamır. Real da bu günlərin mütləq şəkildə qələbə qazanmalıdır. Amma baxırıq, görürük ki, yəni son oyunlarında biraz çətinliklə qələbə qazanır. Yəni Leganes 3-2-dur. Əvvəlki oyunlarda gol yeyir. Yəni 2.500 məncə ideal seçimdir və yaxud da ki, Realın qələbə 1.500-də bu da ideal seçim kimi dəyərləndirmək olar. 1.34 əmsalı var. Onu da bura qoyacağım, baxarsınız. Almaniya liqası getdi, İspaniya getdi, İngiltərə getdi. Gələk buradan
İtaliyaya. İtaliyadan bir dənə oyun seçmişəm. Inter oyunu. Interlə Parma. Inter qonaqda oynayır. Hazırda ən yaxın izləyicisi Napolidir. Inter bu oyunu xal itirə bilər. Niyə deyim? Çünki 3 gün əvvəl çətin oyundan çıxıblar. Milanla Kubok oyunu oynayıblar. 3 gün sonra isə Bayernlə Çempionlar Liqası oyunu var. Yenə qonaqda oynayırlar. Yəni bu günlərin bütün klubdan oynasınlar, yorulsunlar. Sabahlarım yol çıxsınlar, Almaniyaya getsinlər, yəni qonaqda oynasınlar. Hamısı yəni çətin oyundur. Bu günlərin bəzən də rotasiona da gedə bilərlər, oyunçuları çox yormaya bilərlər. Qələbə qazansa da məncə qol yeyəcək Parmadan. Parmaya da qələbə lazımdır. Ev sahibinin 0.5 üstü məncə 1.57 əmsaldır. Qəşəngdir. Dəyərləndirmək olar. Bura qoyacağam, baxarsınız. Gələk bu tərəfdən Hollandiya liqasına. Hollandiya liqasından Groningenlə PSV oyunudur. Bu oyunu 2.5 seçmişəm. Groningenə qol gözləyirəm, PSV-dən də qol gözləyirəm. Çünki keçən oyun PSV Ajax-ı uduzaraq çempionluqdan əlini üzdü. Rahat oynayacaqlar, heç bir ümid qalmayıb artıq. 2-1, 2-2 kimi yəni nəticə gözləyirəm. Bu oyunun da əmsalı hardasa 1.59 əmsaldır. Onu da bura qoyacağam, baxarsınız. Gələk son oyunlarımıza yaxınlaşırıq. İsveçrə liqasından Zürixdən Winterthur oynayır. Bu oyunda mən Zürixin, yəni qonağın 1.5 düşünürəm. Yəni bura qoyacağam 1.57 əmsaldan baxarsınız və Young Boys'dan Yverden oynayır. Bu oyuna da 2.5 düşünürəm. 1.52 əmsalı var. Onu da bura qoyacağam, baxarsınız. Son oyunumuz hansıdır? İsveç liqasına gələk. Son bu 2 oyun qalıb. Yəni İsveç liqası gördük ki, nə deməkdir? Korner liqası deməkdir. Yəni baxırıq ki, kornerlər qəşəng gəlir. Hər oyun 11, 12, 13 korner gəlir. Siriusdan Djurgården oynayır. Burada Djurgården qonaq, korner qələbə düşünürəm mən. 1.47 əmsalı var. Bura qoyacağam, onu da baxarsınız. Və son oyunumuz Ostenlə Hatsken oynayır. Baxırıq ki, son aralarında oyunlarda səhv etmirəmsə 5 oyundur. Yox, qol gəlir. Bu oyun məncə qol gələ biləcək oyunda. Hatsken qonaqda oynayır, qol vuracaq. Ev sahibindən də ev sahibi olduğuna görə qol gözləyirəm. Qol əmsalı 1.51 əmsaldır. Bura qoyacağam, baxarsınız. Və nəzərə çatdırım ki, Telegramda bu günlərim qəşəng kombinlər paylaşacağam. 2 əmsal, 3 əmsal, 5 əmsal. Aşağıda linkini qoyacağam, daxil ola bilərsiniz. Və bəyənməyi unutmayın. Hər kəsə uğurlar.